Doktor, düşünürəm ki, valideyni ilə gələnlər yenə yaxşıdır, amma bir də var ki, xəstənin problemi var, amma ya aptekdə özü müalicə eləməyə çalışır, ya artıq süni intellekt var, ora yazır problemini. Bu cür pasientlərə necə yanaşırsınız? Bəli, bu Azərbaycanın ən yaralı yerlərindən biridir. Təkcə dermatologiyada yox, bütün tibbin digər sahələrində də pasientlər birbaşa aptekə müraciət edib. Bunun səbəbini bilmirəm necədir, amma bunun həlli yolunu bilirəm necə olmalıdır. Bizdə çox rahat reseptsiz istədiyiniz dərmanı ala bilirsiniz. Sadəcə psixotrop dərmanları oradan çıxardıblar. Amma daha fəsadlı dərmanlar var ki, kremlər hətta. İnsanlar düşünür ki, kremdir də nədir ki, sürtəcəm. Amma kremlərin yaratdığı fəsadlarla o qədər rastlaşırıq biz dermatoloqlar. Sırf keçən həftə mən azı 6 dənə xəstə ilə rastlaşmışam ki, özünü xəstələndirib. Bir qrup dərmanlar var, qlukokortikosteroidlər, el dilində hormonal deyirlər. Bax o dərmanlar çox güclü dərmanlardır, əla dərmanlardır. Bir çox xəstəlikləri müalicə eləmişik, amma dərman güclüdürsə, Düzgün müalicə. deməli onun yan təsirləri də güclüdür və yalnız mütəxəssis nəzarəti altında olmalıdır. Bu ciddi problemdir. Çünki çox kədərli nümunələrim olub. Mənim üçün ən kədərli misal bir 7 yaşında uşaq olmuşdu. Onu elə bir ki, öz anası özünə elədiyi pisliyi heç kəs həyatı boyu eləyə bilməz. Və anasına dəfələrlə bir dermatoloqlar deyib ki, bunu istifadə eləmir. Deyir, getmir axı. Ancaq bu eləyir, asılılıq yaradır. Uşaq o kremdən narkoman kimi asılıdır. Mən dedim ki, başqa çarəmiz yoxdur. Bu kremi kəsməliyik. Ondan asılılığı azaldan başqa bir krem var ki, hansı ki, o hormonal deyil, lor dildə desək. Eyni işi görür, amma ondan təsiri 20 dəfə azdır. Amma ona öyrəşibləri. Birinci gün atası mənə zəng etdi ki, uşaq özünü divardan divara vurur. Biz neyniyək? Məcbur dedim aşağı dozada, o həmin qrupdan ara-ara istifadə edin və mütləq lazerə gəlməlidir uşaq ki, o damarlar bağlansın. Çünki damarlar o qədər genişlənib ki, emosional bir şey yaşadısa, bir hamama girdi, çıxdısa, günəş biraz dəysə, üzü işıq for kimi qızarır və qan yığılır axı, o qızarma səbəbi qandır və isinir üzü, yanır, qaşınır. Üzü kağız kimi nazilmişdi uşağın. Başdan ayağa kapilyar idi və bunu öz anası eləmişdi. Günah kimdədir? Ananın səhlənkarlığındadırmı? Müəyyən qədər hə, amma apteklərdə reseptsiz satılmağı özü də böyük bir boşluqdur bizim sistemdə. Ümid edirəm ki, bu problem həll olacaq. Bir çox dərmanlarda var artıq. Daha çox atma dərmanlar, yenə də deyirəm, psixotroplardır. Amma sırf bizim sahədəki o mazda kremlər var ki, onlar reseptsiz satışı qadağan edilməlidir.